salamlar. Deməli arkadaşlar, bugün gedirik Lalə ilə görüşməyə. Lalə kimdir desəz, Lalə mənim sinif həm də qrup yoldaşım deyil, prosta eyni universitetdə oxuyuruq. Yəni sinifdən də bir yerdəydik, universitetdə bir yerdə oxuyuruq. Heç vaxt görüşəmirik, hətta 3 qız görüşəcəkdik. Həmin o birisi qızın yenə işi çıxdı. Buradan baxsansa günya özüm bilirsən nə deyirəm sənə. Yəni Lalə ilə görüşürük. Biz birin yarısı görüşməli idik. Hal-hazırda saat 1'dir. Ne o oradadır, ne de ben. Okula geç kalıyorsan biz geç kalacağız. Bowling'e falan gitmek istediği göre ne iniyor? Havadaki böyle yay havası. Yay havası. Akademik İngiliz dilden bilir, akademik Rus dilden bilir. Sonra koçtu hem de özü. Life coach'tu. Yani her universalda ne problem yok. İspan dili, Alman dili zaten onu da öğretirsiniz. O da Duolingo oynar zaten özü de öğrenip size de öğretecek. Bugün biz çıxmışıq. Outfit dərmisindən outfit check. Outfit check edilir. Deməli, əlindəki paltarlardandır. Şeydən New Yorker'dan almışam. New York'dan almışsınız. Ayakkabılarınız. Ayaqqabı inşaatçılar. Çiftçiler buradan bir shout out. Pencereniz. Bu da New Yorker. Aa. New Yorker. Beləsində çək də, YouTube videosu. Yaxşı. Bizim evlərimi deyəcəm mən sizə. Ayaqqabı. Ayaqqabı hardan idi? Flo'dur. Köynək, New Yorker. Pencəyim isə Stradivarius'dur. Bəli. Şanta səhv eləmirəmsə de facto'ydu. Dostlar, bugün sizinlə maraqlı bir gündəyik. Gedəcəyik bowling oynamağa. Aha. Gəlin gedək. Gedirik. Getməyimizin çox əmin olun ki biz gedirik. Hə, uşaqlar, ya xatırlayırsınız Lalə ilə biz burada görüşmüşdük. Nədə görüşmüşdük? Biz Lalə ilə görüşmüşdük harda? Səhər yeməyi adlı bir vlogumuz var idi. Bəli. Səhər yeməyi günü Lalə və mən getmişdik. Sonra Güney də var idi. Orada da bax gedəndə belə bir şəkildik. Küçədə yaxınlaşıb insanlara hətta soruşurduq ki, Aha. burada yol haradır? Xaricilərdən soruşurduq. İngilis dilində soruşurduq. Aslında uşaqlar danışdığım şeyim yoxdur. O qədər uzun müddətdə ayaqla gəzməmişəm ki. Nə ilə gəzmişsiniz? Əllər. Yok ya. Belə. Zarafatsız yəni gəzməmsən, evdə oturmuşsan belə anladım ki, avtobus, metrodan istifadə edirsən. Yəni biz indi transportdan istifadə etdik, gəldik. İctimai transportdan. Amma mən həmişə şəxsi nəqliyyat vasitəsilə belə Limuzin ilə gəlir. Olmayan limuzin ilə gəlir dostlar. və mən 2 il öncə səhv eləmirəmsə minmişdim, adam çox idi. Deməli azalıb, amma çox şikayətlər eşidirəm, azalmır. Bəlkə bugün azdır, ola bilər. Ola bilsə ki, bugün azdır. Nəyə görə? Çünki tətil zamanıdır. Çox insanlar artıq başqa yerlərə istirahətə gedirlər. Şəhər boşalıb bilmir. Şəhərdə adam azdır. Bir dəfə bura gəlmişdi. Bir də Güney Laləmə. Şey, hayali karakterdir. Aldım Güney, bax sən də buradaydın. Ne idi Güney? Burada gəmilərin yanına getmişdi. Şəkilləri qoyarama baxarsın. Ya şeylərdən, yaxtalarda çəkilişimiz olmuşdu. Profesional bir çəkiliş. Yaxtıda. Yok ya. Yaxtanın adı da yadımdaydı. Neydi onun? Bilmirəm. Mən öz yaxtam mıydı? Sonra satdım onu. Mən ilk dəfə bowlingə gedəcəm. Aslında niyə yeyirsiniz Lalə xanım daşın? Saqqız var ağzımda ona görə. Aslında qeyri-professional saqqızı çıxartmalıyam. Əslən çalmalısınız. Tüpür kameraları yansıyan görüntülər. Qeyri-professional bir yaxdan saqqız çeynəməkdir. İndi kamera qalan saqqızı çıxardır. Zibil qabı olsun. Mən çünki çox asayişə önəm verirəm. Vətəndaşam. Evet, zibil qabı var. Onu yerə atmaq heç vaxt, yəni. Stolun altına yapışdırmaq olar, stolun altına olar, amma yerə... Biraz qəlbimiz partanın altında mesela düzəltmək istəyirdi. Əlim vursun ki, əlim saqqıza deyil yəni. O, əgər elə bir şey yaşanırsa mənim saqqızım. Sənin saqqızı da o qədər əlim saqqıza deyil. Sonra spitləmişəm yumuşaq. Saqqızımı alıram. Bowlingdə ilk dəfə olursa, nəyə görə getməmisən vaxta qədər bowlingə? Mənim bowling fobiyam var. Bir dəfə görmüşdüm ki, kimsə götürməyə çalışanda topu, əlləri salsanda parmaqları Barmaqçımı? Nəsə barmağı ilişmişdi. Xoşa gəlmə hadisi boş vermişdi deyə mən daha Bir getmişdim. söz deyim, parmağınla tutma. Yəni barmağı getsin orada, belə tut belə hatta. Mən elə eləmişdim. Qarpız açmışım. Məsələn, mən axır dəfə bowlingə çox balaca yaşlarında şeydə, Megafonda getmişəm. Ad günüm idi özdə, vəqətlər. Əslində bowlingə çox adamla gedən maraqlı. Məsələn, 5 nəfərin adı yazılır halta. Amma biz elə 2 nəfər, 5 nəfərə bərabər şəxsiyyətlər olduğumuz üçün budur da, hə? Oradan olmadı niyələdir. Tam budur. Neylə dırnağıdır. Baş dırnağı, baş parmaq dırnağı. Niyə görə YouTube'un üz qabığı ingilis dilində thumbnail adlandırılır? Thumbnail, thumbnail. Nəyə görə? Biz
YouTube-da bildiyimiz kimi like işarəsi və s. hamısı belə olduğu üçün. Və bu barmaq ən çox aktiv olan barmaq imiş yeni yarananda YouTube. Halbuki indi o deyil. Elə qalıb adı. Ya, Aydınlanıcı bir izah oldu. çox yəni belə aydınlandım. Belə mənzərələrlə gedirik. Belə mənzərə deyəndə ki, Bakı dənizin olduğunu görmüsünüz. Çox qəşəng serialdır. Hal-hazırda gedin baxın. Aha, və sən oku aldın yoxsa almadın? Ya almadım nəyə görə? Çünki bir dənə futbolkaya 78 manat pul vermərsən. Hə. Yox, izləməyi sevirəm. Sevirəm əslində. Amma lazım bir şey. Tüketim falan sevirəm. Tüketiciyəm. Shopping mənə terapiya kimi gəlir, amma bilməm, pulumun da qədrini bilirəm əslində. Sürüşmüsən heç burada sürüşkəndə. Mən sürüşmüşəm. Özdə ən yuxarısından. Gəl danışım. Dəniz oradakı sürüşkən 3-cü mərtəbədən sürüşmüyorlar, 5-ci mərtəbədən sürüşmüyorlar. Biz ikinci kursda oturmuşsa qrupla gəlmişdik. Qrupla getdiyimiz son və yeganə bəlkə də gəzmək şeyləri idi. Ondan sonra içeri girməmişdik. Neysə, getdik, dedik ki, 3-dən sürüşməyirsiniz, 5-dən sürüşməyirsiniz. Nə dedim yəni də, qoy olsun 5. Bizə imzalı qədər çəkdirdilər ki, başımıza rəfə gəlsə, bizlik deyirlər. Sağlamlığına öz məsuliyyətinin altına alır. Başımıza kaskalar bağladılar, qollarımız. Klastorofobisi olan bir adam orada patlayar ürəyə. Çünki bir xeyli gedirsən yəni. Bax, belə dəhşət də yox. Və məndə bilməm, var ya yoxdur o fobiya, amma biraz sıxılıram qapı, çox dar yerdə. Gəndə budur uşaqlar. Hə. Formula 1 maşınları kimi sürürsən də. Locker verirlər sənə, hər şeyi ora qoyursan. Qulaq sırğasına qədər olmaz. Təlimatlar keçirlər. Bir 5 dəqiqə otursan bir otaqda təlimat videosu bunu izləməlisən. Bax belə əvvəl başda çox döngələr falan var. Biz gələndə mənim ad günümə gəlmişdim. Bir kompaniya var ki o vaxtda ad günü olan şəxs yanında 3 dənə dostunu gətirib və qədəsə endirim edirdilər. Mən də gəlmişdim ki qızlarla. Hamımıza endirim oldu. Qəşəng ad günü vaxtəsində idim deyə. Lara xanım stokunu yeniləməyə gəlib və sizə sevdiyi məhsulları burada göstərəcəm. Bu məhsul çox qəşəngdir. Nədir ki bu saç maskası? Sonra mən saç maskası axtarıram. Yaxşıdır bu. Amma belə deyim, diblərinə əsla vurmayar. Kimdən olsa maska vurmaq düzgün deyil. Ancaq üzünə vurur. Mən sizə skəmi göstərirəm. Burada bunun qiyməti neçədir? Məhz ondandır. Görüm orijinaldır yoxsa yox? Orijinaldır. 39 manat 90 qəpik. 40 manat buradadır. Saçınızda ordinarının bir dənə kremi var idi. Ləkələrə qarşı qəşəng kremdir. Qoyaram uşaqlar sizə baxarsınız bu şəkildə. Hayır, bax bu firmanın. Azelik asit. Azelik asit. Bax mən bunu sürürəm. Üzümü bundan sürürəm. Çox qəşəngdir. Biodermanın pigment nə bilim nə var. Boz rəngidir. Nədir o üzlən? Üz yuma Geli. form. Bax form mən CeraVe həqiqətən tövsiyə edirəm. Bir dəfə al bax deyirəm. Azərbaycanlılar klassik iş basması həmişə mən də belə bax ikisini birdə. İnsanların şəxsiyyətlərinə hörmət edirəm. IELTS almaq fikriniz var? IELTS almaq fikrim xaricə çıxsam var. Belə mən Bu dəqiqə almağa nə lazımdır ki? dediyim kimi mən merkantilist insanım. 500 manat imtahanım var benim. Həmişə kartinlə, burada prosta belə qeydiyyatdan keçirələri başda adınızı alıb yazırsan, sonra orada çıxır adın falan, necə yerə çıxır. Burası son finish xəttidir. Gedirik asla, tərk edirik. Neçə manat oldu? Verim ona. 10 dəqiqəyə mən 20 manat verə bilərəm, amma vermirəm. Merkantilist bir olduğu üçün. Biz səni sənətlədirik. Dəniz kartı, gəl, düzgün deyil də həqiqətən. Tətil zamanı, daha da tətildə biraz endirim edin. Bizə malzemə çıxdı. Tətil zamanı biraz da endirim edin ki, əksinə bu imkanı çatmayanlar da gəlsinlər tətil zamanı oynasınlar. Zaten siz endirimi aşağı eləsəz, gələn say adi saydan daha çox olacaq və siz daha çox qazanmış olacaqsınız. Yox, bunlarda işləmir axı, yoxdur. Biznes oxumayıblar. Business mind yoxdur. Yəni siz indi onu qaldırıblar, həftə içi price daha aşağı olur. Həftə içi weekend, həftə sonu daha ucuz olur da. Bunlar weekend-də çağıracaq. Weekend gəlmirsə mən niyə sizə weekend qiymətlərini weekday istədim. Weekend gəlib burada oxuyacaqsan mən o pulu verərəm. Gəlirsən weekend gəl bax. Dəniz price, dəniz price neydi? Dəniz kartingin pulunu qaldırıblar. Həmişə 15 manat, 20 manat qaysı edirik və 15 manat seçirik. Həftə sonu qiymətlər daha baha olur. Nəinki həftə içi. Yazıb ki, həftə içi nə qədərdir, həftə sonu daha bahadır. Amma indiki bayram bu gün də həftə içidir. Yəni aşağı qiymət Yəni olmalıdır. həftə içi olduğuna baxmayaraq, bayramdır deyə həftə sonu qiymətini ödəməliyik. Bu da daha yüksəkdir. Bu qədər sadədir. Biz şikayət edirik. You know, books prices. Let's check. Gəlin baxaq 50 euro kitab qiymətləri. Qiymət neçədir?
32 manat 60 qəpik. Dəyər? Bir maarifləndirici kitab. Aha. Məsələn, bax Agatha Christie kitabları çox maraqlı olur həmişə. Məndə bax belə var. Bəli, amma maarifləndirici olmadığına əmin olmaq. 7 manat. Bunların qiyməti qalxmır. Aşkım mənim. Gedib bunun serialına baxmaqdansa kitabını oxuyun, nitq bazanızı genişləndirin deyəcəm. Qiyməti yoxdur. Bunun qiyməti. O qədər bahadır ki, qiymətini belə qoyur bu. Oxumaq olmaz, amma baxmaq TV-yə çox rahat olur. Bir də şuadır. Məsəl üçün TV-yə baxırsınız, siz gözünüzə şua edirsiniz. Bəli. Amma ki, televizora baxmaqdansa kitabını oxuyun. Şua olmasın. Gözünüz zaten zədələnəcəksə, qoy oxumaqdan zədələnsin. Yəni ki, şuaya baxmaqdan. Kitab insanın imagination'ını inkişaf etdirən bir şeydir. Yəni sən o karakterləri özün beynində imagine edin. Ay, Çox gözəl. O SpongeBob bir imagination. Imagination. Şimdi Napolyon haqqında fransız inqilabı haqqında məlumat almaq istəyən dostlar. Mən Fransız tarixini istəyir. Mən Fransanın tarixini oxuyub getmişəm imtahana. Nədir? Yox, durub 50 manat Fransanın tarixinə verəcəm mən. Napolyonun tarixini Napolyon? oxumaq istəsəniz 47 manat verə bilərsiniz. Oxumaq istəməsəniz isə 50 manatı cibinizdə saxlaya bilərsiniz. İngilis dilində kitablara baxaq, onların qiymətinə baxmaq istəyirəm. Alinina mağazasında Alinina kitabı qiymətinə baxaq dostlar. 13 manat. Almaq olar. Amma bu kitabxanada pulsuzdur dostlar. Kart açdırıb, yəni bir həftə oxuyub. Aynen. Təbii ki, bookshelf-inizdə qalmaq istəyirsinizsə 13 manat okey. Bax, belə bir bookshelf-um olmanı istəyərəm evdə, bax. Məndə var bir dənə partamın üstündə belə yuxarıdan. Belə bir şeydir, bax belə 2 sıra. Bir şey. Hə, juraya dolub. Məndə də 3 sıradır, toçunayla bu boydadır. Hə. Şu dolub. Keçəcəz, qiymətini çevirik. Deqal edirik. Əgər bir tələbə Azərbaycanda ingilis dilini inkişaf etdirib bədii kitab oxumaq istəsə, Eləyə bilməz. elə bilməzsin. Get scroll elə, TikTokda fırlan. 3 seriyalı kitab. Düşmürəm. 68 manat 50 qəpik. Kitab seçimi qat-qat yaxşıdır. Məsəl üçün mən Molda yaxınlarda Librafa. Kitabları da belə şey az çeşidlər. Burada Hə, burada çox qəşəng kitablar Burada var. yəni istədiyiniz bütün belə məşhur kitabları tapa bilərsiniz də. Gözümlə görürəm, hətta kino kitabları belə görürəm. Məsələn, bu kino çıxmışdı yaxınlarda. Özdə inkişaf, fəlsəfə. Şəxsi inkişaf, biznes, fəlsəfə. Gəl baxaq qiymətləri. Məsələn, çox varlı olmaq üçün varlı. Bunun qanunu Napoleon Hill. Yapışmısan Napoleondan. Nəsə bugün Napoleonlara özəl 11.90. Bir dənə kitab götür, oradan İlk hansı? sırasını oxu. Hə, nə çıxsa sənə olan bir mesajdır. Gözünü yum. Mən yanında dayanarsan. Stop. Götür. Aç. Random bu page. Birinci sözü. Doğru informasiyadır, marjinal cəmiyyəti sizi təbrik edirəm. Brain. Dayan. Nə deyir? Anlayarak sürəkli oxumaq. Başlayaq. İstiqamətləndirmək. Aşağıdakı mətnin altında yenə dərs düşdü. Kalp krizi. Aşağıdakı mətnin altında əlinizi çəkərək sürətlə nəzərdən keçirin. Sonra gəl. Yəni uşaqlar test tapşırığıdır. Randomda belə qabağıma test çıxdı, dərs çıxdı. Nə deyim valla? And I've decided that I want to die. Mən bir ara Harry Potter'a sarmışdım. 5-ci kitaba qədər gəldim deyəsən, sonra başım buraxdım. Tapdım, təsəvvür edirsən, baxam 98-i girdim, araşdırdım, həqiqətən də 98-də çıxıb ilk dəfə. 5 manat almışdım. Almısan? Hə, almışam. Hanımda Harry Potter'in ilk editionu var. Amma endirim kampaniyaları çox tez-tez olur və bu müsbət haldır. Ali Yunan Koroğlu filialında təşəkkür edirəm. Orada bir sənə qələşdən almışdım. Mən də. Bir Amerikan tenisinin günü necə keçir? Minusu. Lalə, mən bunu almalıyam. 8 manatdır. Amma bizə orijinal Magic Pony'dir. 6+. 6 vurursan, bu deməli olar. Merkantilistsən, sən alırıq almırıq. Merkantilistəm, söz yoxdur. Lip bayımda, hə. 4, 5, 6 dənədir. 18-i bir 6-ya. 1-3 manata düşür. Yaxşı Bax, düşür. yaxşı düşür. Amma mən 18, bu dəqiqə 5-6-dan almaq istəmirəm. Bax, bir dəqiqə bunu tək satsınlar, bir dənə bunu alaram. 3 manata. 18 manata bunu da bu dəqiqə nə edirəm? Bu Dior'un qutusuna oxşuyur. Bu şey oxşuyur, Chanel'in Chloe'sine oxşuyur. Yine baxaq görək, iyi gəlir yoxsa yox. Hə, bu da oxşuyur. Qalçı olmadığını sınamaq üçün cibimizdən sizin üçün pul verib duxa alacağım deyərdim, amma Mən merkantilistəm. merkantilistəm. Hi. Okay. Kaça?
Merkantilist bəyəndi nəysə, qiymətdən baxacaq birinci. Yoxdur. Qiymət yoxdursa bu ən böyük işarədir ki, sən bu məhsulu almamalısan. Qiymət yoxdursa onu almayacaqsan. Uşaqlar, İngiltərəyə getmək istəyənlər nədir bu? Nə bridge? Tower Bridge. Tower Bridge. Yes, Tower Bridge-də olmuş dostlar. Hadisə 2019-da. Qoydu, magnet puzzle. Yəqin ki 3D puzzle-dır, hə? Yoxsa yox? Şirindirlər, şirindirlər. Dostlar, böyle bir şit rəngdə bir çaşka var. Barbie yazır. Bunu alıb Barbie-sinə getmək olardı. Neçədir qiyməti? 15 manat. Çaşkada bir iki çaşka istəyirəm. Su içmək üçün. Qaşıqla Amma da. qəşəng. Marie bir şey var diye. Barbie, nədir bu? Dəftərdir. Bilirəm yəni. Bursa niyə belə fərqli? Bu mənə rahat hiss etdirir. Xoşbəxt hiss elətdirir. Hello Kitty makyaj qabı. Yəni nasıl bir qab? Arkada danışıqlar. Merkansiz qidadan heç vaxt kəsmir. Gidirik bubble tea almağa. Merkantilistlər qırmızı qaşlı pullar da adlandırırlar bəzən. Bəzi ədəbiyyat var, qırmızı qaşlı bunlar merkantilist olub keçir. Bəli. Aha, bubble tea içirik bugün dostlar. Buranın adı nədir? Yorumlayacaq mı? Bubble tea. Belə bir bubble tea aldıq. Neçə aldıq? 8.50. 8-ə. Baxın görək dadı necə olacaq. Çox yoğun tadı var. Aha, Bəyəndim. çox gözəl. Deməli dəyərdi merkantilist pul xərcləməyə. Bəli. Bekliyoruz. Kapçın alıyorum ona. Cappuccino da aldık. Vanil siropuyla cappuccino aldık. İyi geçen. Köpüğün yerində.